Salamlar olsun bütün dünya Azərbaycanlarına. O cümlədən məni sevənlərə də, sevməyənlərə də. Sevməyənlərə də Allah Teala ağıl versin, ağıllı olsunlar. Dövlətimizi və prezidentimizi, qalib prezidentimizi və Azərbaycanın vitse-prezidentini sevənlər də sağ olsun. Sevməyənlərə də Allah nəhlət eləsin. Mənim əzizlərim, mən Cəlilabaddan Vaqif müəllim, İdmanın voleybol növü üzrə idman ustası və Azərbaycan Respublikasının əməkdar məşqçisi. Və siyasət meydanında da 1988-ci ildən siyasət meydanında varam. Mən bəzən şeylərə baxıram, görürəm, bəzən çaqqallar əmələ gəlib, kətlərdə, cəmiyyətin içərisində təbliğat aparırlar, Avropadakıların dediklərin burada təbliğatını aparırlar. Avropadakı uğraşlıq edən Məhəmməd Mirzəli, Manaf Cəlili, Qabil Məmmədov, Turan Sadıqlı, Mehman Hüseynov qardaşlarım, bunların dediklərini burada təbliğ edirlər. Mən o sahədə indi açıqlayacağım və onların adlarını Cəlilabad rayon polis şöbəsinin rəisi şəxsən Polad Qarayevə mən bunu məruzə edəcəm. Sabahki günü, bu günləri ayın 25-idir, sabah qəbula gedib və bu kətdə cəmiyyəti bir-birinə vurmaq, dövlətin əleyhinə təbliğat aparan şəxslərin haqqında tədbir görməyini xahiş edəcəm. Mənim əzizlərim, bizim bu bəşi bəlalı bir torpaq var, 85 hektar deyilən torpaq. Mən bütün aydınlıq gətirirəm hər şeyə. Diqqətlə dinləyin və mənim yanlış dediyim kim varsa çıxsın mənim diyaloqa ya görüşək, mən dediğimin sözün üstündə də dururam. O torpaq, cənab prezidentin məlum fərmanı var, örüş torpaqlarından, əkinə yararlı olan torpaqlardan istifadə olunsun. Bu Saatlıda da, Sabirabadda, Pambıq rayonlarında da bu Pambıq kampaniyası getdi, o cümlədən də bizdə də. Həmən Pambıq sahəsi söhbəti olanda, kəndin bir ağsaqqalı kimi mən və kənd bələdiyyə sədri və 500-dən yuxarı cəmiyyətin xahişi ilə biz razılıq verdik ki, bizdə də örüş torpağı var, həmən kolxoz vaxtı o pambıq əkilib. Biz həmən yeri götürdük və təyinatı dəyişildi, Nazirlər Kabinetinin qərarı ilə təyinat dəyişilib və burada da pambıq əkildi. 500-dən yuxarı əhali işləyirdi, gedirdi, çörək pulunu gətirirdi və bunun sonrası 4 il, 5 ildən sonra artıq belə oldu ki, bu su qıtlığı oldu, bura su gəlib çıxmaq çox çətin oldu, Araz kanalının axırıdır bura. Lap axır yeridir. Ona görə məsləhət görüldü ağ əkinə. Həmən sakin ağ əkin əkdi 1 il. Ondan sonra düşdülər bunun üstünə, bu torpaq daddır, nədir, örüş torpağıdır, nə belə filan bəsməkən. Ay kişi, bu örüş torpağı deyil. Bunun təyinatı dəyişilib əkin üçündür. Hasan sən onu örüş torpağı kimi təyinatını dəyişərsənsə, gəl o vətəndaşı edərik, biz də deyirik ki, qardaşlar qutarda çıx. Amma heç kəs bunu artı zət gedən yox. 4 nəfər adamdır. Mən Cəlilabad rayon polis şöbəsinə sabah o 4 nəfərin adını verəcəm. Onlar bu kəndi qarışdırmaqla məşğuldur. Kəndə heç bir xeyirləri dəyməyib, heç bir ictimai işlərdə fəal olmayıblar, heç bir prezident seçkisində olmayıb, yalan yerə deyir, biz prezidenti dəstəkləyik. Sən müsavatçısan, Arif Azıyev sənə 1 il bundan qabaq yaxşı dedi. Dedi, sən haçan dəstəkləmişsən, sən dəstəkləyirsən. Həmən bunları mən açıqlayacağım. Bu pambığın sonra ağ əkin oldu. 3 ildir, 4 ildir qoymurlar əkməyə. Amma xeyr, burada qanunsuzluq var. Nə? O torpaq verilir şəhid ailəsinə. O torpağın çıxarışı var. O torpağın, çıxarışı olan torpağın heç kəsin ixtiyarı onun qarşısını ala. Onun şumlamağa, əkin əkməyə imkan verməyiblər. Və indi mən deyirəm, burada polis şöbəsi həmən vətəndaşın çıxarışı olan torpağı, çıxarışı olan vətəndaşın ərz əsasında gəlib onun əkməyinə təmin etməlidir. Nazirlər Kabinetinin qərarının əleyhinə gitmək olmaz.
Haçan o həmən sakin əks tərəfi 4 nəfər ki, bu cəmaatı alladılar, başını alladı, çıxardılar, örüş deyil. Ay Cəllabatlılar, ay Uzuntəpə kənd sakinləri, bu örüş deyil, bunun təyinatı dəyişilib. 10 ildir bunun təyinatı dəyişilib. Siz kimin ardıqız? Abbas Arasun Xanoğlu. Abbas Arasun Xanoğlu kimdir? İslahat vaxtı Muğanda, yəni Maşılıq kəndində qeydiyyatda olub. Orada da bu pay torpağını alıb. Həm də ki orada onun örüş payı da oradadır. Onun ixtiyarı yoxdur bura burnun soxmağa. O gedib belə sonradan 300 baş qoyun gətirib. Onun bunun qoyunu gətirib. Burada cəmaatın nətərdələ ki qabağına düşüb örüş eləyir. Əgər bunu sən deyirsən də örüş YouTube'da var. Mən gəlin səfir çıxardarım, baxarsın. YouTube'da var. Örüş torpağı, qırğın qiyamət. Əgər örüş torpağıdırsa, ay Arastun Abbasov, bəs sən niyə gedib bunu özü üçün götürmək istəyirdin? Sualıma cavab versin. Və onun başına yığılışanlar, o qazilər var, onları da alladır. Mənim balalarım, allamıyor. O sizi bir vaxt öyrədib Bakıya göndərənlər ki var, indi də sizi belə şərəti öyrədir, getməyin belə işin arızət. Bu, qanuna ziddir. Sual verin Arastuna. Sənin pay torpağın hardadır? Sənin örüş payında oradadır. Muğanda, Maşılıq kəndində. Sənin burada ixtiyarın yoxdur. Bunu niyə demirsiniz? Və bunu niyə cavab vermirsiniz ki, ay Arastun, bu torpaq sənindir. Bu torpaq örüş deyil. Bu torpaq əkin üçündür. Mən Vaqif müəllimi bəzən adamlar da məni düzgün başa düşmürdü. Mən bunun əleyhinə niyə getdim? Sual, cavab. O torpağın verilməsini ən birinci təşkil edən mənəm. 22-ci ildə 26 yanvarda mitingiyə çağırış edib Müsavat partiyalarının təşkilatçığı ilə, Arastun da Müsavat partiyasıdır. Bütün qohum əqrəbəsidir. Həmən orada mikrofonu gəlib qıran o yığıncağı dağdan mənəm. Mən niyə əleyhinə gedim? Mən əleyhinə getdim o torpağın, onda o torpağı cəmaatı alladıb Arastun özü üçün fırladıb götürməyini, bəli, mən şəxsən Müsavat partiyasının üzvü olan Müsavatçıya, müxalifətçiyə o torpağın verməsinə qəti etiraz etmişəm. Və də imkan vermədim. Bəli, mən buna etiraz. Amma, xeyr, bizim bəzən Cəllabadın fəxr etdiyi hörmətli şəxsimiz var. Adını çəkmirəm. Qananlar biləcək. Onların adını çəkirlər. Yanlış, yalan yerə. Bu hamısı onun bunun öyrətdiyi iləndir. Hamısı cənab prezident. Bunlar bilirsən kimlərdir? Bunlar hamısı Avropadakıların əlbir olub və bizim dövlətin əleyhinə gedən adamların burada qarma-qarışıq yaratmaq istəyirlər. Gədəbəy senarisini burada yaratmaq istəyirlər. Ona görə mən hüquq mühafizə orqanına hörmətli bizim polis rəisi Polad Qarayevə mən sabah məruzə eləyəcəm, deyəcəm. Polad Qarayev belə şeylərə çox qəddardır. Ümumiyyətlə Cəllabad polisinin əməllərinə mən razıyam, yerlə göy qədər. Həqiqətən sağ olsun orada xidməti üzrə mavin var. Cavid müəllim, təhqiqatın rəisi var orada, Tahir müəllim. Bunlar demək olar ki, mən və çox şeylərlə bunlarla ünsiyyətdə oluram. Həqiqətən cənab prezident, Daxili İşlər Naziri sizə çox sadiq adamdır. Gör nə çıxır ortalığa. Mən buradan demirəm, amma mən görüşəcəm. Bir təşkilat var, onunla görüşəcəm, məmur, rəhbəri. Onunla görüşəcəm. Hardakı Bakıda, açıq deyim. Bakıda hansısa Dövlət Təhlükəsizlik Komitəsinin üzvü işləyir, KQB-də işləyən var. Bakı rayonların birində. Mən onu xahiş edəcəm, araşdırsınlar. Onun nömrəsi onda mühitli olacaq. Axtarsınlar, taparlar. Zəhmət çəksin, tapsınlar. Mən atıram sözümü, geçsinlər onu tapsınlar. Mən onun, həmən o KQB işi buna deyib ki, sən narahat olmazsın. Əgər o KQB-də işləyən adam bunu müdafiə edirsə, cənab prezident, vay bizim dövlətin halına. Belə şey olar. KQB Dövlət Təhlükəsizlik Komitəsində işləyən şəxs Bakı şəhərində işləyir o adam. Mən deyəcəm, təklikdə görüşərəm, deyərəm, kimdən soruşkinə ona vaxtı ikən zəng də vurum. Biliblər ki, o işin içində mən varam, ondan sonra dala çəkinib. Və buradan bir də səsləyirəm.
Mənim əzizlərim. Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov bu torpaqların hansı ki icara verilən torpaqlar ki var, onun gəlindən sonra bir dənə torpaq söhbəti olmuyor. Nə verilib ona qədər ondan da qabaq, Namiq Zeynalovdan da qabaq. Bu qabaq verilən, 10 il bundan qabaq verilmiş torpaqdır. Nə burada Cəlilabad rayon icra hakimiyyətinin başçısını hallandırırlar? Cəlilabad rayon icra hakimiyyətinin başçısı Nazirlər Kabinetinin qərarının əleyhinə gedə bilər? Ya kimsə digər gedə bilərmi? Bu mümkündür. Bu qərar dəyişilərsə, o pojavsta. Onu da sən kimsən? 20 min əhalinin içində sən çıxıbsan 4 nəfər düşübsünüz bu kəndin cəmaatın alladırsınız. Malı yalan yerə malı çobana deyirlər malı çıxartmaya. O cəmaata deyən ki örüş getdi. Belə məna ilə 22-ci ildə də eləmişdilər. Amma mən xahiş edirəm Uzuntəpə kənd əhalisindən belə bir şəxsin ardınca gedən adam, onu mən şəxsən xeyrinə şərinə getsəm kişi deyirəm. Çünki şəxsən o adam da müxalifətçidir. Kim Arastunun və o digər 3 nəfəri mən sağ adlarını verəcəm. Onlar 4'ü də. Onlar 4 nəfər 4'ü də Oratlıdır. Yəni Oran kəndindən, Lerikdən gəlmə. Onların 4'ünü də mən sabah rəisimizdə məruzə eləyəcəm. O da sizdən xahiş edirəm. Bu torpaq haqsabı Nazirlər Kabinetinin qərarıdır, özdə şəhid ailəsinin adınadır. Şəhidin ailəsinə qarşı hörmətsizlik eləyən oğraş bir qeyriyyətdir. Gedib şumlamalıdır. Biz də onun yanında olacaq. Allah onun xeyri versin. İkəlli, amma kimlərin adını hallandırmıyor. Bu düzgündür. Vaqif müəllim o torpağın əliyinə gedib şəxsən müxalifətçiyə verməməyə görə. Diqqətçə görə çox sağ olun. Öpürəm sizi, bağırma basıram. Allah hamının qapısında xeyir işlər etsin gələk. Ay mənim əzizlərim, bu 4 dənə adamlara inanmıyorum. Bunlar müxalifətçidir. Onların 4'ü də mən daimi məntəqə sədri olmuşam. Mən bir dəfə onları görməmişəm, prezident seçkisində gəlib iştirak eləsinlər. Ya parlamentdə gəlib iştirak eləsinlər. Amma onlar çünki əksinə təbliğat aparırdılar. Öpürəm, diqqətə görə çox sağ olun. Mənə elə gəlir ki, aydınlıq gəldi.